Peki tək qadınlar mı müraciət etməlidir doktora? Yəni bunun bir də kişi faktoru Yox, var çox, əlbəttə ki. Bəziləri elə bilir ki, tək qadın, bir də görürsünüz, götürürlər, gətirirlər xanımı, hə, mən anasıyam, qaynanasıyam, qızı gətirmişəm müayinəyə. Amma çoxu artıq yoldaşla bərabər gəlir, onu deyim. Nə gözəl. Çox belə irəliləmə qət etmişik bu mövzuda. Gələndə soruşdular ki, yoldaşım da anaz verməlidirmi? Mütləq bunu soruşurlar. Qadın və kişi ikisi bərabər gəlməlidir. Yaxşı olar ki, ikisi gələndə heç yanında başqa biri də olmasın da olar. Çünki onlara özəl bəzi suallar verilir. İkisi bərabər sorğulanmalıdır, tək və bərabər sorğulanmalıdır, fizik müayinədən keçirilməlidir. Lazım olan azədən bəli, ikisi bərabər keçməlidir. Nə gözəl. Bəs məhz kişilər hansı müayinələrdən keçməlidir doktor? Kişilərin işi burada biraz asandır. Yəni biz onsuz da biz androloq deyirik, sadəcə bəs 1-2 analiz istəyirik. Ondan sonra problem varsa androloqa göndərilir. O artıq ətraflı müayinədir. Bizim istədəcəyimiz, kişidən istədəcəyimiz analiz spermogrammadır. Spermogrammada da nəyə baxırıq? İşte spermlərin sayına, irəli hərəkətinə və morfologiyasına. Əvvəllər morfologiya üstündə çox durulmurdu, amma onu qeyd edim ki, morfologiya çox önəmlidir. Hamiləyə qalmada, hamilənin davam etməsində kişi spermi çox önəmlidir. Özəlliklə ki, inkişafdan qalmış hamiləliklər var ki, orada da kişi spermi önəmli qeyd edilir. Biz gördük, kişi spermi analizi istədik, kişi analizi verdi və ondan sonra bir problem varsa, mütləq androloqa göndəririk və əlbəttə ki, xanımdan bəzi suallar soruruq. Əgər kişidə nəsə şübhəli bir şeylər varsa, infeksion kimi bir durumlar varsa, onda da yenə birbaşa androloqa çəkmə yönəldiririk.